Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu inventarların satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynar infonun məlumatına görə tenderin qalibi Qardaşlar Mebel seçilib. İnstitut sözgedən şirkətdən 52.545 manatlıq inventar alacaq. Bu məbləğ satın alma predmetinin ehtimal olunan qiymətindən 4.856 manat azdır. İnventarlara müxtəlif rəflər, çalışma masası, yan masa, ISO dəri, ISO parça, toplantı masası və kreslo daxildir. Açıq mənbələrdə qeyd olunan məlumata görə Qardaşlar Mebel şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin sahibi 100%lik səhəm paketi ilə Mirzəyev Əli Məhəmmədoğludur. Cəmiyyətin icra strukturunda isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir. Nizamnamə kapitalı 3050 manat təşkil edən şirkətin hüquqi ünvanı Binəqədi rayonu Biləcəri Yeni Yaşayış Masivi ev 37 göstərilir. Mediada gedən məlumatlara görə 2018-ci ildə Əli Mirzəyev barəsində cinayət işi açılıb. İş adamı dələduzluqda ittiham olunub. Bu məlumatın təkzib edilməsinə dair heç bir qeydə rast gəlinmir. İşin nəticəsi haqqında da açıq mənbələrdə məlumat yoxdur. Media həmçinin qeyd edir ki, Əli Mirzəyev nömrə 1 tədris mərkəzi Targovda yerləşən Kofefon Kofevi, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən mebel fabrikinin sahibidir. Qardaşlar Mebel 2025-ci ilin 9 ay ərzində müxtəlif dövlət qurumlarının keçirdiyi 14 tenderin qalibi olub. Bu müsabiqələr üzrə satın alma müqavilələrinin ümumi maliyyə dəyəri 1.746.000 təşkil edir. Azərbaycanda başqa mebel şirkətləri də var. Lakin nədənsə satın alma müsabiqələrində əsasən Qardaşlar Mebel qalib gəlir. Bunun sirri hələ ki çözülməyib deyə məlumatda iddia olunur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.